Yoldaşlar, keçən dərs evinə vermişdim. Nə demişəm? Neyini demişəm? Komandları öyrənmək. Ayso. Öyrənmişsinizmi? Hamının Linux'u işləyir, normaldır, qaydasındadır. Heç kimdə problem yoxdur ki Linux'unda. Yox. Güzel. Hamı öyrənib dərsi. Bir dənə dərsi öyrənənlər zəhmət olmasa əlini qaldırsın. Dərsə hazırlıqlı olanlar, suallara cavab verə biləcək olan şəxslər əllərini qaldırsınlar. Allah gözəl, siz ilk dəfədir. İlk dəfədir mən hələ 5 dərs tapırdım. 6 dərsə o Linux məsələsini böyle. Neyin onu? Həll elədim gəldim. Ha, yaxşı. Gözəl. Nə vaxtda çatacaqdı? Gələn dərsə? Gələn dərsə hazırım. Tamamdır. Sahib Əsəd, of yəqin ki, hə? Sahib? Müəllim. Necəyik? Yaxşıyıq? Yaxşı, şükür, sağ olsunuz. Yaxşı olun. Hardayıq? Hal-hazırda işləyəm müəllim. Hə, sizə işə düşür normalda? Əslində bir günlükdür bu, yəni bir də olmayacaq. Hə, tamam. Yaxşı. Yaxşı uşaqlar, onda gəlin birinci sual cavab edeyim. Sual cavab edəndən sonra qaldığımız yerdən davam edək. Bugün sizlə bir təqdimatda artıq bitirəcəyik. Bəli. Hə, nə deməsin? Mən Box'da Linux asanda ekran balacaydı. Sonra böyükməkdən ötürü fayla bastım. Faylda bir yerdə switch'e bastım. Prosta sonradan istənin hamısı itdi. Ona necə geri qaytardı Bax bilmirəm. burada. Düşürsən belə. Tamam. Burada bu var ha. Bastım sen. Yəni Tada. aptal Gördün. Amma yaxın ayarlara girirəm. Uşaqlar, kim mənə deyər? Reverse shell-lə bind shell-in fərqi nədir? Əli, deyə bilərsən. Hücum eləmək istədiyim komuterə daxil olmaq istəyir. Daxil olmaqda elə bir hücum olunan komuterin özü hücum edən komuteri giriş edir. Bu halda reverse shell olur. Hücum edən kompüterin Özündə hücum edən giriş edir. Hücum edən kompüterin giriş eləyir. Kompüterin giriş eləyir, yoxsa nə eləyir? Giriş eləyir. Açılır. Yoxsa o, bu nə deyildir? Reverse shell-lı bind shell. Bind shell nədir? Bana şeyde tanımıştı. Yəni? Yani hücumsunun terminalı. Hücumçunun terminalı hədəfdə açılır. Onunla belə çıxır ki, hacker hacklənir. Daha yaxşı formada izah eləmək. Əli. Əli, yoxsa? Ha, sən niyə öyle baxırsan bəs? Hə, Əli. Reverse shell Mən ikisini də soruşurum. Point belə başa düşdüyüm qədər. Aha. Port açır. O qarşıya port göndərir. Sonra bu portun sayəsində elə bir daxil olur. Kim daxil olur? Hücum edən. Hücum edən. Reverse-də elə bir daxil olur. Hədəfə. Hədəf sonra onun başlığının hədəfin sayəsində elə bir reverse daxil olmalı çıxır. Yəni belə başa düşürəm. Daha yaxşı kim deyər? Əməkxan? Bind shell-da hücumçu özü tutulur və ona cavab göndərir. Reverse shell-da isə hücum olunan insan özü hücumçuya qoşulur və özü ona can verir. Və ona görə də faydalı olduğu üçün ayırlar ki, bind shell qoşulanda düz qoşulanda faydalı həmişə bloklayıb bütün soruları. Amma cavabları isə bloklanır. Yəni, deməsə, daha loyal. Tamam. İkisində də hacklənən kimdir yaxşı? Qarşı tərəf, düzdürmü? Yəni, hədəf. Sadəcə birincində hacker gedir hədəfə qoşulur. Hansı ki, buna deyirdik biz bind shell, düzdürmü? Reverse shell isə tərsinə olur. Hacker, daha doğrusu, hədəf gedib hacker'a qoşulur və hər ikisində də bir növ shell açılırsa, o açılan shell kimin shell olur? Hədəfin shelli olur. Yaxşı.
Ay 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 ay. Baxın gəlin, baxın gəlin. Tacnur. Hansı kənd növlərini bilirsən Tacnur? Nə var idi? Nə var idi? Rezerv şər. Reverse şər, bind şər deyirsənsə, onlar dedik. Onlar ki, mən onu soruşmuram. Şərin növünə görə hansı var? Privilege escalation shell. Linux'da ən çox istifadə olunan shell hansıdır? Bəli. Root diye shell var. Tacnur. Kalidə sənin girəndə bax. Girdik Kaliyə. Keçən dəfə göstərdim mən bunu. Root kimi girdim, düzdürmü? Açdım bura. Bura nə yazmalıyam ki, mənim hansı shell istifadə edədiyimi göstərsin. Və mən burada şell növlərini soruşuram. Məsələn, bu shellin özü nədir? Məsələn, burada komand yazıram ha. Hansı shelldə yazıram o komandları? Bilən əlini qaldırsın zəhmət olmasa. Tacnur. Yoxdur. Dərsi baxmısan Tacnur? Baxmısan? Bəs niyə bu qədər sadə sual bilmədin ki? Tacnur, -1. Sunay. Buyur. Aha, 5 şəli, aha. Zişa var. Şah var idi, aha. TH shell var idi. TH ya da kaç shell ne olduğunu ümumiyyətlə çox araşdırmamışam. Sadəcə siz keçən dərsdə Z shell haqqında belə ümumiyyətlə demişdiniz. Bəli. Steve Shell'da var mı? Onu oxumuşdum, dosya haqqında. Steve Shell necə yazılır uşaqlar? S H. Var, Steve Shell uşaqlar var. Bu da yenə də çox istifadə olunan shelllərdən biridir Steve Shell. Eyni şəkildə bash shelldə istifadə olunur. Eyni şəkildə indi bizdə istifadə olunan ZSH yazılır və Z shelldir. Hansı ki, Eşəm, buna baxmaq üçün nə yazmaq lazım idi? Echo dollar shell yazmaq lazımdır. Və echo dollar shell yazmaq lazımdır. Dollar burada nədir? Dollar shell nə idi? Nədir təbriz bu? Dəyişən çağırmaq. Bu shell hardan gəlir? Demişdim sizə. Nəsə yazanda opşamızını görmək olur. Shell nədir? Bir environment dəyişənidir. Uşaqlar, shellin bir dəyəri var. Hansı ki, mən enter basanda burada həmən shellin dəyərini göstərir ki, user bin z shell. İndi bax, bu shell kimi başqa dəyərlərin də olduğu bir yer var. Hansı ki, mən bura 3 dənə hərf yazsam və enter bassam, command kimi, onu çıxardır. Yox. Nə? Env elə. Env uşaqlar. Environment. Env yazanda bütün environment variable'larını bizdə hal-hazırda mənim user'ımda olan bütün environment variable'larını çıxardır. Bunun içində shell'i də var, obisi də var, bubisi də var uşaqlar. Bax, hamısını buradan görmək olurdu. Yaxşı. Bəs. Nədir privilege escalation? Privilege escalation nədir? Yoxdur. Dərsi baxmısan? Nə qədər? Bir dəfə rekorda baxmısan, yoxsa slayda baxmısan? Slayda baxmısan? Mən birinci dərs nə demişdim? Fəracov ilkin. Hə? Sadıqzadə ilkin. Hə, Sadıqzadə ilkin. İlkin, mən birinci dərs nə demişdim? Mən demişdim ki, yadıma sayım, görüm yadından çıxıb. Mən demişdim ki, slaytdan baxıb dərs öyrənmirsiniz. Keçən dərs danışdığım şeylər, sən dərsə baxmamısan ilk. Sən prost yalandan slayt üzünü açıb, durub gəlmirsən. Ona görə mən danışdığım şeylərin heç biri sənin yanında deyil. Nümunə olaraq privilege escalation.
Slaytda olmadığına görə də onun haqqında heç bir fikir sahibi deyilsən. Demək dərsdə də tam fikrin burada olmuyor. İlkin. Hə? Necə deyək? Yaxşı. Deyirsən elə deməyək, necə deyək? Deyirlər elə deyək. Hə? Niyə oxumamısan ki? Mən 2 saat burada ancaq slayt mı danışırım? En qədər şey danışırım. Onu kimə danışıram ilk? Ay so. Sənə danışıram ilk. Ki sən öyrənəsən. Düzdür mü ilk? Səndən istəyim nə olur növbət dərs? Onu mənə qaytarmaq. Və daha çoxunu qaytarmaq. Düzdür mü ilk? Ay so. İlkin. Satır sahibi. Mənfi 1-2. Oyla, dəyinlər. 1 bal. 1 bal sualı bilmədiyinə görə, 1 bal dərsə hazırlıqsız olduğuna görə. O da eləyir 0 bal. Buyur. Hər hansısa bir sistemə ruh kimi yüksəlmək daha yaxşı desək, daha belə tərif formasında desək, daha sistemi yönəlmə səlahiyyətləri yüksəldilməsi, belə demək istəyirəm. Başqa cür demək istəyən? De. Hücum etdikdən sonra və elektrik səlahiyyəti qurdukdan sonra, yəni hücum etdikdən sonra bu tərəfdəki adlı səviyyəsi yüksək. Hücum etdiyib bir səlahiyyət, yəni Bir səlahiyyətdən başqa bir səlahiyyətə keçmək, səlahiyyətli user'a keçmək, düzdürmü? Bu privilege escalation. Yaxşı. 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 Mustafa? Shell ilə kernelin fərqi nə idi Mustafa? İfadəsi ilə əməliyyat sistemi arasındakı interfeysdir. Aha. Biz şəhərə yazdıqdan sonra shell onu kernel'e göndərir. Aha. Kernel'də hardware'in idarə edilməsi. Hər birini idarə edir. Başqa cür demək istəyən var? Shell ilə kernelin fərqini. Bəli. Kernel növbəti sistemin nümunəsi. Yəni. Və məsələn biz komandaları şeylə deyirik. Kerneldə ancaq 0-1-lər var, kodlar var. O da bizim dilimizdə onu kerneldə ötürür, tərcümə edir. Yaxşı. Başqa cür demək istəyən? Fərqli fikir demək istəyən? Shell istifadəçi ilə kernel arasında interfeys, yəni necə shell'ə bir ötürülmə hatta o da kernel. Okey, bu deyildi. Aha. Hardware ilə əlaqə arasında olan əlaqə yəni. Kimin hardware'nin arasında olan əlaqə? Yəni biz şeylərin anında ötürülük. Shell də ötürülük kerneldə hardware. Yaxşı, shell'i qoyun qırara, shell'i bildik. Kernel'ə başqa cür demək istəyən var mı? De. Kernel əməliyyatı yəni həm hardware-in software-ilə əlaqə yaradır. Aha, hardware-in software-ilə əlaqə yaradır. Yaxşı. Yaxşı. Desin görək mənə sahib. Sahib, tutaq ki, update edirəm sistemi. Bəs ki, fikrimi dəyişdim və dayandırmaq istəyirəm prosesi. Nə etməliyəm? Bir saniyə bilirəm. Aha. Nəsə elə bir basmaq istəyirəm ki, proses dayansın. Ctrl C. Ctrl C, bəli. Ctrl C ilə prosesi dayandırın. Bəs yaxşı istəsəm ki, proses ön planda dayansın, amma arxa planda getsin də. Atın background-da. Onu necə eləyərəm? Background-da açmaq üçün səhifənin aşağı sürüşdürməkdə o bir deyəcəm nədir? Aha. Yox, yadımda deyil. Əlin yadındadır, Əli? Bəli. Hə, sual budur ki, yaxşı biləcək. Müəyyən bir prosesi ön planda dayandırıb arxa plana atmaq istəyirəm. Nə etməliyəm? Background-da işləməsi üçün nə etməliyəm? Hansı qısa yolu istifadə etməliyəm? Ctrl B. Yaxşı ki, yoxlayaq. apt update elədim. Enter bastım. İndi istəyirəm ki, bunu ataq arxa plana. Ctrl B. Heç nə olmadı. Getmədi, dayanmadı. Başqa var mı? İkinci bir seçenek. Çox sadə bir şeylərdir, uşaqlar bunlar. Ha, Ali. Dayanmadı, o getdi. Amma indi mən nəysə basıram, amma bassam görəcəksin sən də bastım mən. Ctrl C eləyəndə görsən, hə, Ctrl C görünür. Ctrl nə eləməliyəm? Bir dənə hərf deməlisən.
Ctrl D yandırır, stage camı hissəsini arxa. Mən istəyirəm ki, ön planda dayansın, suspend eləsin, atsın arxa plana, background'a. Amma o çox sadədir axı. Yəni nə etməliyəm? Kontrol Z. Ctrl Z eləməliyəm. Bəlkə Digər şey eləmək olar. Komanda- Mən prosesi arxa plana atmaq istəmirsə Ctrl Z eləyirəm. Bax görürsən suspended. Всё. Lazım olanda nə yazırdım? Bəs arxadan qabağa getmək üçün nə yazırdıq? Nə yazmalıyam ki, ön plana gəlsin? Nə yazmalıyam sən? Bəli, FG yazmalıyam və enter basmalıyam ki, o normal şəkildə davam eləsin. Bir də arxa plan atmaq üçün bir də komandanın altına və ifadəsi də atırsan ki, arxa planda işləyir. Misal üçün deyək, apt O S hərfini update, bəli, sən bunu deyirsən. Bəli. Enter basırıq. Tramvay arxada işləyir. Arxadan mı işləyir? Və arxa planda. Yaxşı. Elə deyil. Əslində bu iki dənə proses şey eləmək üçündür. İkisindən birini atır arxa plana, background'a. İndi gəl buradan şey elə də. Nəysə. Görsən arxa plana atmayıb ki, görsən bu da işləyir. Tamam. Bu ondan sonrakini birini arxa plana atır, o biri ön planda işləyir. Yaxşılar. Ki mənə deyər? Mən yazdım. Bax, tutaq ki yazdım. Ən başa qayıtmaq istəyirəm. Kontrol O. Ən sona qayıtmaq istəyirəm. Kontrol D. Offset'i silmək istəyirəm. Kursor ən sondadır. Ctrl D. Ctrl D. Yazdım, indi istəyirəm arxa plana atım. Arxa plan nədir? İstəyirəm bir dəfə silim. Ən başdayamsa nə yazmalıyam ki bir dəfə? Nə? Ctrl E, Y. Baxaq, Ctrl Y. Ctrl Y. Bax, ən sondayam, bir dəfəli silmək istəyirəm. Ki, kursorun əvvəlindən varsa o ki silsin sətri. Qoy görə, şey nə deyir? Yaxşı, ən başdayam silmək istəyirəm sənə eləmə. Özümü istifadə edirəm. Yaxşı, bir nəfər kömək eləsin görüm. Əgər kursor ən sağdadırsa Kontrol U eləyəcək. Bəli. Bəs yazdım, ən başdayamsa Kontrol K. K eləyirik, bəli. Kərəm eləyirik. Ctrl K elədik və sonra bu şəkildə bunu silmiş olduq. Yaxşı, əkləm birində. Elə məsələn şeyi dayandırım, terminal dayandırım. Bağlayayım terminalı. Bəli, terminal opş bağlansın. Ctrl H, Ctrl X. Ctrl X. Yaxşı, açmaya dirən gün. Windows T. Yaxşı, məndə nə edeyim olsun? Ctrl Shift. Yaxşı, bu tab açdı bir dənə. Okey. İndi tabı necə bağlayayım bəs Əkrəm mən? Mən bağlamaq istəyirəm bax bunu. Əhməd ağa? Asmaq kontrol alt verir. Yox, necə bağlamaq? Ctrl D, bəli. Əkrəm, Ctrl D. Ctrl D terminal bağlayır. Ctrl Shift Alt T ilə və yaxud da bir də var idi, demişdik. Ctrl Alt T ilə, bəli, bu şəkildə yeni terminallar aça bilirik. Yaxşı. Ctrl D ilə nə edir? Atma deyəndə. Əgər sən sudo su yazıb girmisənsə, o şeli bağlayıb o bir şələ düşür də. Ona görə. Amma belə normal qayda edirəmsənsə, Ctrl D eləyən kimi o bir dənə şeli var. Onu avtomatik bağlayır. Yaxşı uşaqlar, başqa, sonra denən görək mənə. Tacnur. Linux sistemində kim olduğumu göstərən 4 dənə komand denən mənə. 1, gözlə. Huamay. 1. Sonra who, 2, id, 3, bir də w. İndi Sunay, sən də who ilə w fərqidir. Hansı daha genişsə w. Aha. Ama bu ümumi
bir istifadesini verir. Aha. Bir-birinden falan verir. Evet, bu daha geniş formada verir. Aha. Ondan daha az. Ümumi tabirlerde ümumi yazılı şeyler gösterir. Yaxşı. Başqa cür demək istəyən var? Başqa detallı demək istəyən var? Who-la W user olaraq eyni şeyləri mi göstərir? Eyni user'la mı göstərir? Gördüyünüz qədər yine yox, düzdürmü? Bəs who nəyi göstərir ancaq? Aktiv user'lar göstərir. Amma W bu sistemə qoşulmuş user'ları bax bu dəqiqə elə bir ki göstərir açıq olan. Yaxşı. Ay kim? Ay İlkin. De görək mənə İlkin. Sistemdə harda olduğumu necə baxa bilərəm? Bəli. Nə yazım ki, olduğum papkanın içini göstərsin mən? Ki, hansı papkanın içindəyəm mən? Gəl ipucu verim sənə. 3 hərflidir. Ha? PWD. Bəli, doğrudur. PWD komandadır. Mustafa, sistem haqqında məlumat almaq istəyirəm. Linux sistemidirsə nə yaza bilərəm ki, mənə bu sistem haqqında nə bilim olan parametrlər haqqında məlumat versin, məsələn, yüngül var. Environment. Help yazım. Yaxşı. Sən denən komandı ki, mənim bunu yaz. Çıxacaq ki, bu sistem nədir? Mən help. Mən 2 help yazacağım, mən Linux sistemi haqqında məlumat verəcək. Yaxşı, enter. Mənə mənin istifadə qaydasını verdi. Mən başqa şey soruşuram. Mən istəyirəm ki, mənə sistem haqqında məlumat versin ki, tutaq ki, biraz da nümunə deyirəm. Tutaq ki, bu sistemin kerneli nədir? Anname. Belə. R. Unname belə yazılır. Slaytda belə yazılır. Uname, bəli. Tre nə? Opş istəyirəmsə? All yazmalıyım. Tre A, bəli. Avtentkat səhv olduğunu göstərir. Ataxat? 2 ilə yazanda avtentkat gedir bax, sözün altında. Unname komand olmadığını göstərir. Yəni, belədirsə yoxdur komand. Bax, bu şəkildə yazdı uşaqlar, enter vurdu, çıxartdı. Yaxşı, bəs ay sahib, mən istəyirəm ki, ancaq bu hissəni çıxardım. Necə eləyim? Bu hissə nədir birincisi və mən buranı necə çıxarda bilərəm? Uname, tre, nə yazsam çıxar ora? Bilmirəm müəllim. Yaxşı, bunun nə olduğunu bilirsənmi bəs? O sistemin bitini göstərir, səhv eləmirəmsə. Səhv edirsən. Sistemin bitini göstərmir. Başqa şey göstərir. Yaxşı sahib, bir dənə də sual. Bu nəyi göstərir bə? Hə, o sistemin bitini göstərir. O biri OMD 60'dur. Onu bilmirəm müəllim. Yaxşı sahib. Linux'un versiyasını. Nəyi? Linux'un versiyasını. Linux'un versiyasını. Bəli. Linux'un versiyasını göstərmir, yox. Başqa şeyin versiyasına oxşar bir şey göstərir. AMD CPU. Ben bilmirəm müəllim. Onu bilmirəm. Sahib əsədli. Mənfi birimiz var imiş. Mənfi Bəli. 1.5 oldu. Hə, olsun. Olsun da. Təbrizli görüm nəyi göstərir bu? Bəli, kernelin release'ini göstərir. Kernelin versiyası hansıdır bu? Kernelin versiyası hansıdır bu? Bu olandır, bax, kernelin versiyası. Bəli, bu kernelin versiyası uşaqlar, bu kernelin buraxılışı, release'idir. Və mən bunu görmək istəyirəmsə nə yazıram? Bəli, uname tre bunu çıxardır. Bəs dalınışınkini nə çıxardır? Dalındakını. Uname tre V də versiyanı çıxardır. Bəli.
Yaxşı, buna bir dənə də oxşar var idi. Hansı ki Linux'un distrosunun release'ini çıxardırdı. Eşə, nə idi o? Əsas oradan release'ini götürürdük biz. Demişdim ki, bunun qardaşı oğludur. Əkizidir. Oxşarıdır. L ilə başlayır. LS-sı var. Nə? Nə? LSP nə? LS1 LS. Bəli, LSP, RLAS. Release yazırsınız. A yazırsınız. Kimi sayfanı tapdırır var uşaqlar? Bir dənə mən verə bilər zəhmət olsa. Məndə öldür telefon. LSP release A yazırsınız. Bəli, onun release'ini çıxardır. Şunu harita. Bluetooth. Bir de adaptör özüm takarım. Uşaqlar. Yaxşı, bəs. Bircə dəqiqə. Görüm nə qaldı. Ha. Əhməd ağa. Sistemdə Əhməd ağa adında fayl axtarmaq istəyirəm. Tez, sürətli şəkildə. Nə yazım? Locate Əhməd ağa. Bəs locate ilə başqa nə var? Locate-dən başqa da bir komanda olmalıdır. Find komand. Yerdən danışmayaq zəhmət olmasa. Yaxşı, locate ilə find'in fərqi nədir? Aha. Yaxşı, find ilə sən mənə denə, yox sən mənə demə. Siz kimdisin mənə? Qoy səni Sunay desin mənə. Sunay de. Locate ilə locate olsun. Find ilə yox. Birdim. Qoy əsmə. Find ilə mənə dinən görək. Sunay adındakı faylı necə axtara bilərəm? Option sistemdən. Gəl kömək eləyim. Find. Denən də. Bax, komandımı denən axtarım. Name Sunay. Find'dən sonra slash qoyuruq. Həmişə mi slash qoyuruq? Yaxşı, mən axtarmaq istəyirəm. Rootun içində opşi nə qədər Sunay adında TX'lər varsa onları çıxarsın mənə. Onda nə yazmalıyım? Find slash name Sunay yazsam olur. Aha, nə yazmalıyım mən? Nə yazmalıyım? Ona fikir verməyin uşaqlar. Gəlin sizin xətrinizə ora ulduz qoyub. Bununla sizin məsələ həll oldu mu? Dırnaq yazdım da. Yox, bircə dəqiqə. Ha, ikiniz birləşin görüm. Nə yazmalıyam bura? Mən rootda Sunay adındakı faylları axtarmaq istəyirəm. Bu belə mi olmalıdır? Bilən əlini qaldırsın sadəcə, bilən gör kimlər bilir. İlkin də bilir. Aha, qızlar. Qoy siz kimlisin? Qoy Emindisin. Emin nə yazmalıyam? Həmələ düzgündür komanda. Rootun içində axtarırdı. Xeyr, səhv deyirsən Emin. Deyir başla. Onun içində axtarmaq lazımsa, bankdan sonra yüksək qoymaq lazımdır. Amma onun altı olmalı lazımdır. Eminnoy onun içində deyəndə ki, mən sistemdə liboy bir yerdəyəm, x bir yerdəyəm. Yəni nöqtə mi qoymalıyam rootda axtarmaq üçün? Yaxşı.
Sırf rootda axtarmaq lazım. Root papkasını. Mən başqa bir yerdəyəm. Prosto nə yazmalıyım? Rootda axtarmaq Diyebilirim ben. nöqtə ilə olmur. Ha? Slash root yazmaq lazımdır uşaqlar bura. Slash root o deməkdir ki, rootun içində biz nə demişdik? Slash sistemin köküdür, düzdürmü? Ondan sonra sistem faylları gəlirdi və root da həmən sistem fayllarından biridir. Slash'ın içində rootun içindən başla axtarmağı deməkdir. Yəni bu axtaracaq yerin start location'ıdır ki, hardan başlayaraq axtarsın. Və enter vuranda əgər Sunay adında nəsə varsa verəcək, yoxdursa da verməyəcək uşaqlar. Bu yerdən hər hansı Hər hansı başqa bir yolda yaza bilərsiniz. İstənilən bir şey yaza bilərsiniz, əgər varsa. Onun tab yolunu düzgün yazmaq lazım. Tamam. Yaxşı, yaxşı, yaxşı. Birini də deyin görüm qızlar. Görüm bugün mənfi alırsınız yoxsa yox. Hansı sözə mənfi yazdım mən sizin? Tacnur yazdım sənə mənfi. Neçə yazdım? 1. Sunay onda sən də. Yox. Gözlə bir sən nə deyirəm mənə. Bax, mmap komandım var. Mmap komandını runlayacaq faylın harda olduğuna baxmaq istəyirəm. Nə yazım? Ki görürsə mmap yazanda, ha? Bəli, which-lə. Canı qurtardı. Which komandı ilə bilirik. Yaxşı. Yaxşı. Uşaqlar. Kimsə demək istəyir? Yox, öyle bir səs gəldi. Uşaqlar, gəl onda qaldığımız yerdən davam eləyək. Burada demədiyim, soruşmadığım hissə qaldı. Qaldısa deyin soruşun. Qalmadı yəni. Yaxşı. Keçən dəfə sizlə biz bura kimi gəlmişdik. Demişdim ki, buradan o yana gedəcək. Bu arada Trackman neynədir? Ala bilmişsiniz? Aldınız. Neçə aylıq aldınız? 2 aylıq 25 manat. Aylığı neçə aylık? Hardan aldınız? Troyandan. Bahalıqlar. Neçə aylıqlar? Neçəni? Nə vaxt? Başlayanda indi olardı. Bildim də noyabrda olar. İndi biraz banlayıb eləyib və qiymətlər qalxıb. Mən də ona qalsa illik 50 manat almışdım bu vaxt. İndi 50 manat illik yoxdur. İlliğin 75 var. Başqa yoxdur, Hintli tapmadınız almağa. Qalmayıb. Və uşaqlar hardan alır? Nerede? Hesap satırlar olar. Ha, mən elə bildim öz hesabınıza verirlər. Ha. Bu ki hesabımın tamamını alın değilseniz ki orada özü koyun. Ha, bildim. Almayanlar bəs nə gözləyir? Sizdə var. Mən elə onu gözləyirdim. Gedək qrupda hamımız birləşib alalım. Uşaqlar, bu dərs almamışsınızsa belə, gələn dərsə mütləq alın, tamam? Çünki gələn dərsə birinci evə lab verəcəm. 3 dənə lab qrupa atmışam, yayın görmüş olarsınız. O 3 labdan ikisi premiumdur. Yəni ona görə o labları işləmək istəyirsinizsə 1 və əlavə də dərslə lab işləmək istəyirsinizsə 2, bizə lazımdır o. Da bu dərs olmasa belə, gələn dərsə mütləq şəkildə əlinizdə olsun. Müəllim, mən Yox. Hacktobox ancaq lablarda işləyirsiniz, praktikalarda işləyirsiniz. Hackwiser ancaq praktikalarda işləyirsiniz. Webə keçəndə Trackman başı bıraxacağıq. Webdə Trackman işləmirik, Portseviger işləyirik. Mən məsləhət görürəm ki, belə az almaq istəyir, 3 aylıq bir alın, 3 aylıqda sonra alarsınız. Belə də ala bilərsiniz. Ya da 3 aylıq alıb webdən sonra 2 aylıq ala bilərsiniz və belə ala bilərsiniz. Tamam mı? İndi baxın da necə istəyirsiniz. Amma önümüzdə bir 3 ay lazım olacaq. Fərqli vaxtlarda istifadə edəcək. Qaldı ki, bu hissədə uşaqlar, gəlin birinci mən sizə bəzi komandları göstəreyim, bəzi komandları izah edeyim. O komandlardan sonra sistemdə olan əsas fayllar. Mən keçən dəfə sizə demişdim ki, evdə bir baxarsınız, görək, Slash'dakı, bax bu papkalar nə işə yarayır və nə etmək olur bu papkalarla. Baxın oldu mu? Kimlər baxıb? İlkin baxmayıb, belə, iki görə baxmışam. Ay sizi uşaqlar. Uşaqlar, zəhmət olmasa bax sizdən bir dəfə də xahiş edirəm, son dəfə tələb edirəm. Dərsə rekorddan bax. Dərsə bir dəfə baxıb gəlməyin. Bir dəfə baxmaqla nə öyrənə biləcəyinizi düşünürsən. Xüsusən də praktik. Okey, nəzərlərdə sən baxarsan bir dəfə, öyrənərsən, yadında qalar, araşdırarsan, möhkəmləndirərsən. Amma praktiki dərslərdə, xüsusən də praktika edəcəyimiz şeylər indi daha çox başlayacaq da praktikalar. Orada artıq çalışın 2 dəfə baxın minimum. Siz burada öyrəndiniz, getdiniz. Baxmamazlıq eləməyin.
Niyə? Çünki baxmamazlıq eləyəndə yadınızdan çıxır hamısı. Siz prosto mən bu dərsdə dediyim şeylərlə gedib qayıdıb gəlsəniz, mənim dediyim şeylərin cəmsi 20% yadınızda qalsın. Ona görə də, yəni potensial olaraq mənfi alma şansınız çox yüksəkdir. Bir, ikincisi dərsi bilmirsiniz sizcə. Yola verirsiniz və ikinci dərsdə gələndə artıq o sizin yaralı bir yeriniz qalır orada ki, siz oradan yaxşı keçmədiniz, tamam mı? Yəni elə qaldı orada. Ona görə zəhmət olmasa, bir, burada öyrəndiniz, lap gözəl. Burada diqqətlə qulaq asın və qeydlərinizi götürün. İki, evə getdiniz, dərsi mütləq şəkildə rekorddan baxın. Ağıllı başla. Gecə saat 3-də yerin içində belə baxıb yuxuya getməyin. Bu dərsə baxmaq deyil. Tamam mı? Normal qaydada açın, oturun, baxın, araşdırmanızı da paralelində eləyin və salam. Okey, mən dərsi öyrəndim, qurtardım. Bu bir. Deyib ondan sonra gedin, yıxılın, yatın, əgər gecə baxırsınızsa. Səhər də durub eyni şəkildə bir dəfə də baxın, möhkəmləndirin, olsun sizin üçün super öyrənmə şəkli. Yoxsa yadınızdan çıxacaq hamısı birazdan. Tamam mı? Yəni bir dəfə ömürlük beyninizdə qalsın da o. Yəni hər dəfə bu dərslik yox. Ömürlük beyninizdə qalsın ki, təkrar iş yükü yaranmasın sizə ki, hə indi bir də təkrarlayayım. Hə indi bir də təkrarlayayım. Hə 10 gün keçdi yenə yadımdan çıxdı bir də təkrarlayayım. Boş-boşuna özünü niyə yorursunuz ki? Bir dəfə öyrənin, vurun getsin ömürlük yaddaşınıza. Uşaqlar, demək mən sizə dediyim, demək PW komandı ilə biz olduğumuz yerə baxa bilirik. Bəs yaxşı, olduğumuz yerdən hansı faylları var, ona necə baxa bilirik? Gəlin birinci o komandı göstərim sizə. Bunun üçün listələmək komandından uşaqlar. Yəni ls komandından istifadə edə bilərik. ls bizim olduğumuz yerdə qovluqları və faylları bizə çıxardır uşaqlar. Bax bu formada. Kim mənə deyə bilər? Bunlardan hansı papkadır, hansı adi fayldır? Misal üçün, home nədir? Folderdir. Swap file nədir? Folderdir. Test nədir? Fayl olur. Filedir. Sys nədir? Sistem papkası. VM Linux nədir? File. Dev nədir? Bin nədir? Folder. Hardan bilirsin? Eşmən bir dedin nə? Yaxşı, nədir burada lib64? Papkadır yoxsa file'dir sizcə? Nədir burada root? Papkadır file. Papka. Nədir burada opt? Folder'dır. Lost and found. Nədir burada? Qovluq. Bəlkə file'dir. Yaxşı. İndi maraqlı bir sual verim. Hardan bilirsiniz? Hardan bilirsiniz ki lost and found nədir? Yoxsa atırsınızmı? Uzantı yoxdursa folder'dır. Onda test folder'dır. Yanılırsam deyil. Uzantısı varsa qovluq ola bilməz. Qovluğun adında nöqtə olurmu? Bilmirəm ki. Olur. Olmur. Yaxşı. 2. Nədir bu zar.exe? Zar.exe indi qovluqdurmu uşaqlar? File'dır. Kimlər deyir ki zar.exe qovluqdur? Zar.exe file'dır. Uşaqlar, bunu belə atmaqla olmur. Və ya da hisslərinizə güvənərək buna cavab verə bilməzsiniz. Bunun konkret baxmanın bir yöntəmi var. O da nədir? ls komandı yazırsınız. Əgər detallı hər hansı bir faylın xüsusiyyətlərinə və yaxud ümumi nə olduğuna baxmaq istəyirsinizsə, ls-l eləyirsiniz uşaqlar. ls-l long formatda göstərir fayllar. Enter vurdunuz və bu şəkildə sizə bax, buradan göstərir bütün faylların nə olduqlarını. Əgər faylların başında, bu hissədə heç nə yoxdursa, yəni o fayl, biraz aşağı düşün, bax bu formadadırsa, bu o deməkdir ki, o adi bir dokument faylıdır, adi bir fayldır. Yəni ilk test nədir? Fayldır. Əgər bunun başında d varsa, bu o demək ki, o directory'dir, yəni qovluqdur. srv nədir? Qovluqdur. Zar.exe nəymiş? Qovluquymuş. Bəli. Əgər bunun yanında l varsa link. O linked file'dır. O harasa linklənibdir o papka, o fayl.
Misal üçün, S-bin linked file'dır. Görürsünüz, linklənmiş file'dır. S-bin əslində hara yönlənir? User'ın içindəki S-binə yönləndirir. Bax, buradan siz bilə bilərsiniz. Long formatda əlavə olaraq faylın nə vaxt yaradıldığını, içində nə qədər baytlıq məlumat saxladığını, kim tərəfindən yaradıldığını, hansı qrupa aid olduğunu, yəni içində nə qədər fayl olduğunu və onun xüsusi icazələrini də göstərir uşaqlar. Tamam? Bax, long formatdan bunu öyrənə bilərsiniz. Misal üçün, mən sizə desəm ki, tutaq ki, Sunay, sən mənə deyə bilərsənmi ki, Zar.exe-nin yaradıcısı kimdir? Sunayın eləməli olduğu şey ls-la eləyib, daha doğrusu ls-l eləyib, gəlib buradan Zar.exe-dən buna baxmalıdır. Burada kimin adı yazıbdırsa, o onun yaradıcısıdır. O faylı yaradan odur, tamam mı? Sahibi odur. Bu şəkildə öyrənə bilərsiniz. Qayda sıxıya, siz indi bir məntiq işlətdiniz ki, burada göy rəngdə olanlar papkadır, ağ rəngdə olanlar fayldır. Bu, hal-hazırda istifadə edilmiş şəl üçün okeydir. Yəni, belə direkt baxaraq bilə bilərsiniz də. Amma hər sistemdə də olmur da belə. Steve Shell'də siz onu bilə bilməzdiniz. Mütləq şəkildə ls-l eləməlisiniz. Yaxşı, bəs ls-l eləsəm belə, mənə bütün faylları göstərmir. Sizcə, bütün fayllara baxmaq istəyirəmsə nə yazmalıyam? ls-a. Elə. A, all deməkdir. Bəli, yəni ki, bütün həm gizli faylları, həm gizli olmayan adi faylları göstər. Sual verə bilərsiniz ki, müəllim, gizli faylların, adi fayllar nəyi ilə fərqlənir ki, bir-biri ilə? Uşaqlar, gizli faylların, adi faylların fərqi odur ki, gizli faylların başına nöqtə olur. Yəni, misal üçün, zar.exe-nin başına mən bir dənə nöqtə qoyum, nöqtə zar.exe olsun və bu artıq gizli bir qovluqdur. Tamam? Linux'da gizli fayllar, qovluqlar belə olur. Liboy bir, istənilən bir papkanı yaradanda, bomboş papkanı 2 dəfə yaratdım. O papkanın içində avtomatik 2 dənə papka yaranır. Gizli papka. Nöqtə və 2 nöqtə. Bu Linux'un özünün bir növ xarakteristikasıdır ki, istənilən növ papkanı yarat, nə qədər istəyirsən. Hamısının içində mütləq nöqtə və 2 nöqtə adında 2 dənə papka olacaq. Bax, burada görürsünüz, zar.exe-ni bayaq yaratdım. Amma içində 2 dənə papka var. Nə papkalardır görəsən o? Baxaq. ls-a zar.exe. Bax, görürsünüz, içinə girmədən də uzaqdan da adını yazaraq eləmək olur, ls-demək olur. Enter, görürsünüz, nöqtə və 2 nöqtə var. Ən çox istifadə olunan komand uşaqlar ls-la-dır. Yəni, bütün faylları və onların daha long formatda, daha detallı şəkildə göstər. Hər hansısa bir sistemimiz adı hacklədinsə, gedib bir ls-la eləyirsən, görüm, nə var orada və bunların kimlərindir, kimlər tərəfindən yaradılır və icazələri və s. nədir? Ona bu formada baxa bilirsiniz. Aydındır. LS-in direkt başqa optionlarını da bilmək istəyirsə, ls-help yazırsınız. Enter vurursunuz. Burada başqa lazım olacaq optionları da göstərir. Okey. Yaxşı. Mən ls elədim. Gördüm ki, burada var root papkası və mən root papkasının içinə girmək istəyirəm. Nə komandı istifadə etməliyəm? Deyin, yerdən deyin bilirsiniz. cd istifadə etməliyəm. Bəli, uşaqlar. Change directory. cd yazırsınız. Bax, əgər ls edəndə sən papkanın adını görürsənsə, heç nə yazmadan birbaşa adını yaza bilərsən. Yəni, root. Всё. Yox, əgər ls edəndə, tutaq ki, etc-yə girmək istəyirəm. etc-ni görürəm burada. Görmürəm. Onda tam yolunu yazmalısınız uşaqlar. Məsələn, etc hardadır? Slash'ın içində. Demək, nə yazmalıyam? cd /etc. Çünki slash'ın içindədir. Bu formada tam yolunu yazmalısınız. Əks halda girməyəcək. İndi pwd elədim. etc-in içindəyəm. ls misal üçün, girəm buradan Wireshark-a. cd Wireshark. Çünki görürəm. Enter, ls. Məsələn, burada dəyişən yoxdur. Arxaya çıxmaq istəyirəmsə, qayıtmaq istəyirəmsə uşaqlar, cd nöqtə, ISO, 2 nöqtə və yaxud 2 nöqtə slash. Və bu sənə bir papka arxaya qayıtmağa kömək edir. 2 dənə 2 nöqtə slash nə eləyər bəs? 2 papka arxaya qayıtmağa kömək edir. 3 dənəsi 3 papka, 4 dənəsi 4 papka, bu qədər arxaya qayıda bilərsiniz. Misal üçün, mən bunu yazıb enter bassam nə olar sizcə? 4 papka arxaya hara qayıdar? Kökə, əsasa, Ruta slasha. mı, ən başa slash'a mı? Enter. Hara qayıtdı uşaqlar? Slash'a. Bax, nöqtə slash'da isə 1 milyard dənə yaz. Girdiyin papka sayından çoxdursa, bir vahid belə çoxdursa, avtomatik həmişə sən qayıdacağın yer slash'dır. İstən 40 dənə çox olsun, istən 1 milyard dəfə çox olsun. Yəni də sənin maksimum qayıda biləcəyin slash'dır. Yəni oradan çıxıb Windows'a düşə bilməzsiniz.
Tamam. Və yaxud da gizli və kəşf edilməmiş yerlərə gedib girə bilməzsən. Maksimum slash. Tamam mı aşağı? Misal üçün, bax, tutaq ki, mən user'ın içində, share'ın içində word list deyə bir popka var. Onun içində və onun içinə girə-girə getmək istəyirəm. Bunu bir baş cd belə yaza bilərəm. cd user enter. cd share enter. cd nəminə enter deyə də yaza bilərəm. Və yaxud da gəlib belə bir şey deyə bilərəm. Bu arada harada olduğunuzun fərqi yoxdur. Linux'da, Kali Linux'da cd yazıb enter vurdursa, avtomatik olduğunuz user'ın kimsinizsə onun home popkasını atır sizi. Misal üçün biz hal-hazırda kimik? Necə öyrənirdik? Qoyamaydı. Qoyamayda root'uq da biz, düzdürmü? Home popkamız haradır bizim? Root. İstən 40 dənə popka içəridə olur. Bir dənə cd yazıb enter vurdunsa, avtomatik səni atır hara? Və bura. Tamam mı? Yəni root'a pw'dir. Biz root'da olmuş oluruq. Sonra indi bax tutaq ki, girirəm. cd user share word list 4 deyə bir yerə girdim. Yəni 4 popka içəridəyəm. Buradan da adresa girdim. Eləyiz. PW, bax görürsünüz inşallah 1, 2, 3, 4, 5 popka içəridəyəm. İndi mən cd .. yazsam, enter'e bassam, hara düşərəm? Share'ime word listəm. Hər şey olur. Share'e vururam enter'i. Düşməsəm mənfi yazacağım. Enter. Ne yazdım deyəm. Günah məndə düşərəm. Enter. Hara düşdü? Share'e düşdüm. Aysa. İndi bir dənə komand deyirəm. Görün hara düşüb. Full focus'uz burada olsun uşaqlar. cd .. ISO. Enter'i vursam nə baş verər? Slash'a qaydar. Baxın birinci baxın bir analiz edeyim uşaqlar. Root'dasınız müəllimə. Belə vursunuz. User share'dəyəm. Ən başda zaten mən 1, 2, 3, 4, 5, 6 popka arxaya qayıtmışam. Root deyənlər əlin qaldırsın. Desktop deyənlər əlin qaldırsın. Slash deyənlər əlin qaldırsın. Home deyənlər əlin qaldırsın. Home'un içində Kali. Error. Ne oldu sen ikisi de değil. Error. Yanlış. En axırıncı yer root'tu diye root'a qayıdır. Başka niye göre root'a qayıdır dediniz uşaqlar? Açıklama vermeye ihtiyaç yoktu. Aha, ne root'a qayıdır deyirsən? Aha, niye? Sonda 10 kaleci. Böyle Vururam enter uşaqlar. Nəsə dedi uşaqlar? Nə deyir o? Bəli, error uşaqlar. Deyir no such file or directory. Yox, qoy hamı tapsın. Niyə error verdi uşaqlar? Deyir müəllimə. Müəllim. Olmur. Home'un içində root'u axtarır ona görə. Nəyin içində? Home'un içində. Home'un içində harda root axtarmışam? Bu axırıncı şey var ya. Bura. Ən axırıncı bəli. Ondan sonra Necə olmalıdır ki, Emin bu düzəlsin? 3 dənə burada nöqtənin biri də olmalıydı. Root'dan qabaq. Yaxşı, gəl sənə xətrimə birini də qoydum root'dan qabaq. Enter. Yox. Yəni error verdi uşaqlar. Demək bu deyilmiş. Root'u silib düzələcək. Yaxşı. Təki siz istəyin. Enter. Yəni no such file oradaydı. Demək bu da deyilmiş. Ha şey, 10 kare yok. Nə içində? 10 kare gösterilmez. Hankari də silib. Gəl eləsin. Sən qrasta eləmiş. Gəl stop şu komandı silib. Enter. Yəni olmadı. Root'un qabağında slash silib. Enter. Yəni olmadı. Başqa belə kreativ düşüncə tərzi olanlar buyurun.
Sən gözlə görüm. Sən də şübhəli davranırsan. Elə bir şey bilirsən cavabı. Başqa var mı uşaqlar? De görüm. Deyim müəllim. Orta ruhdan çıxır, gəlir şəhərə, adreslaşar, onun dəstək adreslaşın, dəstək Haradadır problem? Ruhdan sonra nöqtələr var ha. Bura. Hər birinizdə ha, o desktop baxır, amma o desktop yoxdur. Aha, nə eləməliyəm ki, işləsin? Bu desktopdan sonra olan silsəl işləyəcək. Desktop və desktopda sonrasını silsəm. Prosto desktop silsəm işləməz. Yox, yenə də işləmir. Belə eləsəm işləməz. İşləyir, Enter. Nə oldu uşaqlar? Error vermədi. Error vermədisi işlədi. Bəs yaxşı hara getmişik? Ruta getmişik. Uşaqlar, ben sizə bir trik vereyim. Bilin. Bir komandı yazanda, bax, tutaq ki deyirəm, qaydım əvvəlkindən, fikir verirsiniz 2 dənə komanda. Düzgün olan komand qalındır, o biri nazik, qalın nazik, qalın nazik. Əgər komand qalınlaşırsa, demək düz gedirsən. Komand nəsə yazdın, nəzildirsə, avtomatik səhv yazsın. Tamam, buradan tuta bilərsiniz əslində. Buradan tuta bilərsiniz. İkinci məsələdə bu komandı bəli işləməmənin səbəbi odur ki, bax, nöqtə slash yerəm düşürəm ən başa. Sonra bir papka girirəm ruta, sonra oradan çıxıram sizlərdən slash'a, slash'dan desktop'a girməyə çalışıram. Amma və lakin biz ls slash eləsək, görərik ki, slash'da desktop varmı? Yoxdur uşaqlar. Ona görə bu desktop'ı tapmır. Və tapmadığına görə də mən bu komandı işlədəndə, hanı komand? Mənə deyir, no such file or directory, bax bu. Tamam, bu da desktop'a görə olur. Desktop'ı silsəm, qalan hər bir şey tamamilə doğrudur. Tamam, elə bir 3 dənə qabağa geyirəm, 2 dənə dala çıxıram, 5 dənə qabağa geyirəm, 2 dənə dala çıxıram, nə bilim 10 dənə dala çıxıram, 5 dənə qabağa geyirəm və bu şəkildə yerində oyna boyuna hərəkət edib, ən sonda gəlib ruta girirəm. Aydın indi? Gözəl. Yaxşı. Bunu da bildik uşaqlar. LS elədik, CD elədik. Bəs tutaq ki, mən burada papkalar gördüm. İndi istəyirəm bir dənə də özüm papka yaradım. Bu papkanı necə yarada bilərəm? Bunun üçün uşaqlar, make directory dediyimiz bir komand var. MK'dir. Sizə soyuq deyil. Sizə soyuq deyil. Tamam. MK'dir uşaqlar. MK'dir yazdın və istədiyin qədər papka adlarını yan-yana düzürsən. Birdən 10 dənə də yarada bilərsən, 20 dənə də yarada bilərsən, birini yaradıb içində başqa birini də yarada bilərsən. Keyfin necə istəyirsən. Misal, gedək bir dənə CD, root, rootun içində desktop. Hə, ikinci bir şey. Bax, yazanda tabı həmişə basın. Əgər tab tamamlamırsa, nəyisə səhv yazırsınız. Misal üçün, mən rootun içindəyəm, bir də yazıram root desktop, düzdürmü? Bax, tabı basıram, tamamlamır. Görürsünüz? Çünki elə bir şey yoxdur. Rootun içində root yoxdur. Amma belə yazsam, slash'ın içində root, rootun içində desktop. Avtomatik tamamlayır. Enter. Okey. İndi bu bax belə eləyim. Bax, indi görürsünüz, mən burada mkdir yazıram. Gəlin buna sileyim. Mkdir. Deyirəm ki, necəsən deyə bir papka yarat. Enter vurdum. Görürsünüz, avtomatik burada bir dənə necəsən deyə papka yarat. Mkdir. Salam, qaqaş, necəsən deyə bir şey yaradım. Tamam. Burada salamla qaqaş, salamla necəsən var, qaqaş yoxdur. Ona görə enter vurdum. Deyir ki, bunlar zaten var, amma nəyi yaratdı? Qaqaşı yaratdı. Və yaxud da gəlib belə deyə bilərəm. Mkdir. Bax, boşluq qoyduqca. Test 1, test 1, test 2. Enter. Avtomatik 3 dənə papka yaratdı. Test 1, test 2 və test formasında. Yaxşı, bəs mən bir dənə mkdir sizcə Elşən içində də əli yaratsam, yaranar mı? Elşən yoxdur bu dəqiqə. Sən ki, Elşən yarat, Elşənin içində əli yarat. Deyib, enter vursam, yaratmaz uşaqlar. Bəli. Nə? Elşən failin içində olmalı, yoxsa qovluğun içində olmalı. Yox, bəli. Onun üçün xüsusi bir parametr var. Yəni, sən əgər olmayan bir papka, o papkanın içində də olmayan başqa bir papka yaratmaq istəyirsənsə, bunun üçün belə bir şey yazsın. Mkdir, Elşən, əlidən əvvəl, -p. Parents deməkdir. Yəni, bu nə deməkdir uşaqlar? Bunu elə mkd'nin helpinə baxsaq, oradan da görərsiniz. Parents o deməkdir ki, əgər ana qovluq yoxdursa, yarat. Varsa heç bir error vermir, el içində də yaradır. Enter vurdum. Və Elşənin içində də bir dənə əlini yaratdı. Aydındır? Yaxşı bəs. Yaxşı bəs. Mən bir fayl yaratmaq istəsəm. Tutaq ki, misal üçün deyirəm, Zaur adında fayl yaradım. Zaur.html yaradım. Bunu necə yarada bilərəm? Bunu yaratmaq üçün artıq mkd'dən yox uşaqlar, başqa bir komanddan istifadə etmək lazım. Bəli. Touch komandından istifadə edə bilərsiniz.
T-O-U-C-H zaur.html Enter vurdunuz. Bəs ls orada göstər zaur.html yarandı. Bəs bu formada Zahir Qasımov adında papkanı necə yaratmaq olar? MK'da mesela Elşan yazmayaq da. İlkin soyadı necə idi? Sadiq yazıq. İlkin Sadiq adında necə bir papka yarada bilərəm? Amma bir dənə. ESC-nin altındakı bu. Hara qoymalıyam bu? O yana da bu yana da. Belə. Olmadı. Belə bu uşaqlar. Bax, bu şəkildə istər tək dırnaqçı, istər cüt dırnaqçı alaraq, əgər arasında boşluqlu olan bir şey yaratması yarada bilərsiniz. Eles? Hani, bax, İlkin Sadiq adında yaratdı burada. Məsələn. Aydındır? Touch da eyni qaydada uşaqlar. Touch, Liboy adda, Liboy şeydə yarada bilərsən. Liboy qədər də yarada bilərsən. Misal üçün, yenə, niyə bizə para verən yoxdur? Enter, ls. Bakıyoruz hamısını yarattı. Bizə ayrı yarattı, niyəni ayrı yarattı, verən yoxdur ayrı yarattı, paranı ayrı yarattı. Bunların hamısını ayrı şəkildə yarada bilir. Tamam. Və bunlar hamısı fayllardır. Bildiyiniz TXT fayllar. Mən götürüb burada deyəndə ki, touch, tutaq ki, nə? Əli.php bu PHP faylı yaratmır uşaqlar. Tamam mı? Və yaxud da əli.apk bu APK faylı yaratmır. Bu bildiyiniz TXT faylı yaradır. Faylın nə olduğunu, yəni tipini müəyyənləşdirən şey onun içidir. Əgər içi APK faylı olsa, içi PHP kodu olsa, onda biz buna deyə bilərik ki, bu bir PHP faylıdır. Amma əks halda bu sadəcə bildiyim boş bir TXT faylıdır. Hal-hazırda yaradılıb və burada var uşaqlar. Okay? Əgər PHP içinə yazmaq istəyiriksə, mən əlavəndə PHP yaratmaq istəyirəm, içində PHP kodu yazmaq istəyirəmsə, bunun üçün uşaqlar bir neçə yöntəm var. Birinci faylı yaradıb sonra içinə yaza bilərsiniz. İkincisi, olmayan faylı birbaşa yarada bilərsiniz. Misal, nano deyə bir komandımız var. Nanoda bir növ text editor uşaqlar. Nano ilə var olan bir faylı, misal üçün, hacker.html editləyə bilərsiniz. İçini göstər. Burada yenə müşk işləmir. Bunlarla düşüb yazırsınız. Tamam, yazdınız qəşəng. Sonra save edib çıxırsınız. Save-i necə edirsiniz? Ctrl-S, belə də deyə bilərsiniz, Ctrl-X və ya da Ctrl-O, Enter, Ctrl-X. İndi bir də baxsaq, içində qaldı, save oldu. Görürsünüz. Bu şəkildə editləyə də bilərsiniz və ya da sıfırdan yaradırsınız yenə də. Nano zar.apk tutaq ki. Enter və yenisini yaratdı və içinə istədiyin kodu yaza bilirsin. Nano olmayanı yaradır. Varsa içini açıb editləməyə kömək edir. Tamam, bu şəkildə Ctrl-O, Enter, Ctrl-X. ls bu formada zar.apk-mızda yaratdı. Bəs nano murad.exe eləsəm, Enter-i bassam, amma heç nə eləməsəm, save də eləməsəm, qayıtsam, Ctrl-X eləyib çıxsam, murad.exe yaranacaqmı? Yaranmır uşaqlar. Save eləmədiyin sürəcə o faylı yaratır. Belə açıb qaytarıb bağlaya bilərsiniz, heç nə olmayacaq. Amma açdınız, heç nə yazmadınız, amma Ctrl-S edib save elədiniz sürəcə, artıq siz çıxdınızsa, bir dənə boş bir dənə hara getdi. Murad.exe-ni burada yaratmış oldu uşaqlar. Yaxşı, bu qədər yaratdıq, tökdük. Başqa cür bu arada Murad.exe-ni içinə yazdırmaq olar mı uşaqlar? Olar. Necə olar? Echo komandı ilə. Echo, mən demişdim nədirsə. Nədir echo? Bəli, qabağına verdi ki, print eləmək üçündür. Amma yazmaq üçün də istifadə oluna bilir. Echo yazırsan, nə yazacaqsan, onu yazırsan. Dırnaqçığın içində yazdığın nəsə, cüt dırnaqçıq, tək dırnaqçıq, istəyən dırnaqçıqsız. Yazırsan ki, misal üçün, nə yazıram? Mustafa diqqətlə dərsə qulaq asır. Yazdınız bunu, boşluq. Böyükdür işarəsi qoydunuz bu formada. Çox diqqətli olmaq lazımdır nədə? Bax uşaqlar, bir böyükdürdən iki böyükdürün fərqi var. Əgər bir böyükdür istifadə etsə, yadınızda saxlayın ki, bir böyükdür üstünə yazır faylı. Yəni 1000 sətirlik bir faylı isə bir dənə böyükdür qoyub enter vursanız, avtomatik o 1000 sətrin hamısını silir. Bir dənə sən son yazdığın sətri yazır. Və onu geri qaytarmaq olur.
2 böyükdürsə, 2 böyükdür ardınca yazır. Yəni 1000 sətirliyin arxasınca bunda əlavə edilir uşaqlar. Tamam? Bunu da yazdınız və nəyin için əlavə etsə onu yazırsınız. Muradın. Bax, hər dəfə bunu elədikcə 3 dənə, 4 dənə murad.exe-nin içində Mustafa diqqətlə qulaq asır yazılmalıdır. Baxaq. Yəni bunu belə eləyək. Cat-la. Cat komandı uşaqlar. Qabağına verdiyin faylı tutaq ki, murad.exe içini ekrana print eləmək üçün. Tamam? Nə var, nə yox, hər şeyi print edir. Cat murad.exe. Görürsünüz, Mustafa diqqətlə qulaq asır, Mustafa diqqətlə qulaq asır. 4 dəfə yazır. Amma mən bunu bir dəfə belə eləsəm, enter bassam nə olacaq? Nə olacaq? Açanda 5 dənə olacaq, bir dənə olacaq? Bir dənə olacaq. Bəli, gördüyünüz kimi bax. Çünki nə edir? Silib üstünə yazır. Bax, bu şəkildə də yazma olur. Cat komandı özü print eləsə belə, yəni bu faylın içini print edir. Yazmaq üçün də istifadə oluna bilir. Cat, yenə bir dənə böyükdür. Murad.exe, enter. Bax, belə dayandı. İndi buraya yazdığın şeylər hamısı gedib üstünə yazılacaq. Ctrl-C, cat, murad.exe. Enter bastım. Bu formada oxumuş oldum. Tamam. Və yaxud da cat 2 dənə böyükdür. Murad.exe. Enter. İndi yazıram ki davam. Tamam. Salam. Qaqam. Salam. Ctrl-C. Cat elədim. Görürsünüz davamınla yazdı. Üstünə yazma. Niyə? Çünki yenə də 2 böyüklükdən istifadə edirəm. Aydındır? Ay sual. Bunlar da fayllar üzərində yazma, silmə və s. Hə, yazmanı deyib, silməni demədim. Bu qədər fayllar yaratdıq, tökdük bura. Necə siləcəyik bunlar? RM. Remove. RM, uşaqlar, heç nə yazmadığınız sürəcə sadəcə faylı silir. RM, əri. Əl adında faylı sildik. RS, artıq əl adında fayl yoxdur. Əri.apk var. RM, para. Paranı sildi. Artıq para adında bir şey yoxdur. Amma papqanı silmək istəsəm, RM elşən. Görürsün nə deyir? Cannot remove is a directory. Bəli. Bunu belə də yaza bilərsiniz. RM-D. Amma bu ancaq boş papqalar silir. İçində nəsə varsa silməyəcək. Amma ağına bozuna baxmasın. Qabağında nə var nə yox hər şey silsin. Fayldır, papqadır, içi doludur, içi boşdur. Fərqi yoxdur, silsin. İstəyirsinizsə RM-R, ondan sonra adını versin. Misal üçün N, I, C, A, T, ulduz. Nə deməkdir? Salam. Başlığı nicat olan hər şey sil deməkdir. Enter. Fikir versiniz, nicat olan heç nə yoxdur. Bax, testlər var. Bəli. RM-R yazıram ki, test ya da test ya da T ulduz. Enter. Bax, içində T olan, başlığı T ilə başlayan hər şeyi sildi. Tamam, bax bu formada silə bilirik. Və yaxud da deyirəm ki, RM-RF ulduz. Bu icazə almadan hər şey istəyir. RM-RF ulduz nə edir? Desktopda hər şey silir, yoxsa opsiya mənə sistemində hər şey silir? Bəli, desktopda olduğun yerdə hər şey silir uşaq. F nədir? Force eləmək. Yəni məcbur eləyir ki, sil. Enter. Deyir, hər şey silinəcək ha. Deyirəm, sil də qardaş. Vəsə. Heç nə qalmadı. Şey, bu formada eləyə bilərsiniz. Məşhur mimimiz də var. Bunu haradasa Instagram səhifələrinizdə də görmüş ola bilərsiniz. RM-RF/. Basım. Basmayın uşaqlar. Bunu evdə deləməyin. Tamam mı? Niyə? Çünki RM-RF//dan boyuna hər şey silir. Yəni bütün komandları, bütün userları, zırtı pırt. Elə bir kompüteri tutub zibil qabına atmaq kimi bir şey. Tamam mı? Eləməyin. Eləsəniz belə, eləyə bilərsiniz, belə maraqlı gəlsə eləyin. Amma Linux'u silib bir də qurmalısınız. Çünki heç bir komand işləməyəcək. Linux'u silib qurmaq istəmirsinizsə, eləməyin. İstəyirsinizsə, belə bir şey eləyə bilər uşaqlar. Bax, snapshot alıb, eləyə bilərik. Mən snapshot almışam bayaq, inşallah ki qalır. 1 dəqiqə birdən qalmaz. Başıma problem açmayın. Mən bayaq buradan Linux'uma görə snapshotunu almışam, snapshot. Burada var bu. Və nəsə bir problem olsa, mən bura qayıda bilirəm. Tamam, səhər almışam bu. İndi gəl, buradan T2 basanda olmaq olur. Bax, gəldin boy bir şeyin üstünə T2 bastın, avtomatik snapshot götürə bilirsən. İndi gəlin silək. Ürəyimizdə qalmaz. Olmadı, deyək.
Yaxşıca bunu da eləyək. Aləm daydı bir minə öncə nə oldu? Hə, uşaqlar. Bax, komandlar görsün nə yazır. Nə yazıram? Deyək, bunun ağzı burnu dəydi bir-birinə. Bax, nə yazıram? Deyək ki, command not found. Mesela, cat edirəm, deyək command not found. ls edirəm, command pwd edirəm, pwd sistem dəyişkəni deyə var. Misal üçün, nə yazım? mkdir command not found. Bax, bu çünki getdiyi papkaların yerləşdiyi bin papkasını sildi sistemdən. Tamam? 5 mi? Yox, command not found. O da işləmir. Tamam. Əsas işləyirmi? Əsas işləmir. Zısığı işləyirmi? O da işləmir. Yəni, heç biri işləmir bu dəqiqə. Çünki getdi, sildi. Hə, bundan sonra nə eləməliyəm uşaqlar? Heç. Buna əlvida. Buna əlvida deyirəm. Gəlirəm bura. Snapshotdan. Snapshot. Bağlamadıq biz kaydı. Bağladıq. Bunu Rus niye başlatmadı? Belli inşallah ki silmədi də. Yedisə bir abırçılıq. Salam aleyküm. Kim qurtarır bir? Bilmirəm ki, baxmaq lazım. Aha, bizə dəqiqə olub deyilsin. Restore elədim, indi işləməlidir. Bizə də qayıdır. Uşaqlar, snapshotdan hər şeyi yerinə qaytardıq və normal qaydada heç bir şey silmədən həyatımıza davam edir. Yəni, siləndə nə baş verə biləcəyini yəni, gördünüz, belə qurdumuzu öldürdük. Daha bunu evdə deneməyin bir mənası yoxdur. Okay? Davam eləyək. Demək, burada mən bu komandlardan bəzilərini dedim sizə. İndi gəlin burada papkalardan danışım. Burada nə qaldı? RM dedim, mkdir dedim, ls dedim, cd dedim, pwd dedim uşaqlar. Touch dedim sizə, düzdürmü? Cat dedim. Ekonu bilirik zaten ki, sən dərs demişəm. Find demişik, qalır grep. Yəni, grepdə deyək, bu da aradan çıxsa, sonra papkalardan danışaq. Uşaqlar, grep komandı nə olduğunu bilən? Bəli, grep, uşaqlar, filtrləyib hər hansısa mətnin içindən sözü və yaxud da ümumiyyətlə bir axtarış nəticəsindən xüsusi sözləri filtrləyib çıxartmaq üçün istifadə oluna bilir. Tutaq ki, siz ls eləmişsiniz, burada bir sürü papqanız var, tamam mı? Gəldiniz belə bir şey elədiniz. ls, qoy bir də bağlayayım. ls-ela ulduz elədiniz, tamam mı? Enter vururuz, bir sürü fayllar, papqalar çıxar. İndi sən istəyirsən ki, buradan tutaq ki, Avqustun 18-i olan şeylər filtrləyəsiniz, düzdürmü? Bunu götürdünüz. Yazdınız belə. Bir dənə komand birləşdirmək üçün pipe qoyursunuz. Buna pipe deyirlər. Düz xət. Qızlar. Dərsə baxaq. Bunu yazdıq. Bunu yazandan sonra uşaqlar bu necə qoyursunuz? Shift düyməsi tərsinə slash'ı basanda bu var. Bunu shift düyməsinə basanda düz xət qoyur. Pipe işarəsi deyirlər. İki komandı birləşdirmək üçündür. Yəni birincindən çıxan nəticəni ötürür o birinə, o biri onu icra edir. Grep yazıram. Nə istəyirəm mən? Bax bunu istəyirəm. Avqustun 18-i. Enter vuranda Avqustun 18-i ilə əlaqəli yaradılmış bütün faylları bu formada bizə çıxartdı uşaqlar. Tamam, belə filtr eləyə bilərəm. Və yaxud da mən nə istəyirəm? Mən backup istəyirəm. Deyirəm ki, backup. Enter vurdum. Sırf ikidə backup sözü keçən sətri mənə çıxartdı bu formada ki, bu sətirdə çıxırdı. Belə filtrləyə bilərsiniz. Və yaxud da sizin bir faylınız var, içində en qədər söz var. Oradan müəyyən sözləri çıxartmaq istəyirsiniz. Tutaq ki, grep, nə sözünü istəyirsən? Mən istəyirəm ki, admin sözü olan, hardan? Buradan. Belə bir fayl var, içində yüzlərlə söz var. Sırf admin sözü keçənləri çıxarsın. Grep, axtarmaq istədiyiniz söz, hardan axtarmaq istəyirsiniz? Həmən fayl. Verdiniz, enter vurdunuz. Gedir həmən faylda nə qədər admin keçər, sətirlər varsa, həmən sətirləri bir-bir sənə bu formada çıxardır.
və yaxud da nə ola bilər başqa? MySQL tutaq ki, atıram. Atdım. MySQL əlaqə nə qədər papka fayl adı varsa, onların hamısını bu şəkildə bizə çıxartdı, tamam mı? Yəni həm hər hansı bir faylın içindən söz axtarmağa və ya sətir axtarmağa, həm də ki axtarışı filtrləyib istənilən nəticəni çıxartmağa sizə kömək edir qrep. Aydındır? İstifadə edə bilərsiniz. Arada işimizi yarayacaq da lablarda da görəcək. Bu da aydındırmı? Gözəl. İndi uşaqlar, gedək sistemdəki əsas fayllardan danışaq. Bax, burada bəzi papkalar var. Mən keçən dərs bəzi suallar vermişdim. İndi o sualların cavabını verdim sonra mən. Linuxda user'lar harda saxlandığını dedim sizə. Deməli, düzdür? Aşağı. Bax, keçən dəfə demişdim ki, sizə müsahibədə suallar verə bilərlər ki, bəs Linuxda user'lar harda saxlanılır, Linuxda user'ların passwordları harda saxlanılır, loglar harda olur və s. Siz bunun üçün bu papkaları bilməlisiniz. Və sizə demişdim ki, ChatGPT-yə atın və baxın görün bu papkalar nə iş görür, bir öyrənin. Bunu kim elədi? Bir nədən qaldırsın. 5. Sən də eləmsən. 6 nəfər. Siz eləməmsiniz. Sonra siz eləməmsiniz. Düzdürmü? Ay sağ. Yaxşı, eybi yox. Yazdım bir qayı bunları. Uşaqlar, indi gəlin mən sizə bunları deyim. Sizin bilmədiyiniz və yaxud da bildiyiniz bilgiləri daha da yaxşılaşdıraq uşaqlar. Bax, bin papkası. Bilənlər mənə kömək eləsin. Nədir bin papkası? Bütün komandalar var içində. Bəli, binary demək uşaqlar. Linuxda bütün executable komandalarımız mkdir olsun, mmap olsun əvvəl işlətdiyimiz və s. Bu komandaların hamısı bin papkasının içində yerləşir uşaqlar. Bin və binin oxşarı olan user bin. Usırı papkasının içində bin qovluğunda, tamam mı? Bir də buna oxşar bir dənə papka var, S-bin. Bəli, o da sistem binarylərini, servis binarylərini, yəni privilegely userların, məsələn, root user'ını istifadə edə biləcəyi daha administrativ komandların olduğu yer S-bin papkasında yerləşir, tamam mı? Misal üçün, ls-bin eləsək, siz burada misal üçün bayaq istifadə edədiyimiz z-sığı, yəni z-şəli, yuxarılara qalxsaq başqa bizim istifadə edədiyimiz bəzi komandları buradan görə və yaxud da filtrləyib burada axtara bilərsiniz uşaqlar, tamam mı? Bax, bin papkası bu işe yarayır. Sonra burada home papkası var. Linux'da yaratdığınız bütün user'ların papkaları bax, desktop papkası, download və s. Bunlar hamısı home papkası içində olur. ls home. Bax, görürsünüz, 2 dənə user'ım var mənim. Car user ilə bayaqki dəstə yaratdığım zar user'ı. Bunun papkalar gəlib bura düşür, home papkasının için. Var misal üçün etc root papkasının, root user'ın papkası ayrı olur. Elə root'da olur. Root'un desktopudur, nə bilim, download'ıdır, müzikidir, dokumentidir. Bunlar hamısı root papkasının içində olur. Root user'ına ait papkadır bu. etc papkası var. Sistemin döyünən ürəyi etc papkasıdır. Bir çox İstər user'larla əlaqəli məlumatlar, istər şəbəkə ilə əlaqəli məlumatlar, istər sistem parametrlərlə əlaqəli məlumatlar, konfiqurasiyasına əlaqəli bir çox əsas fayllar etc papkasının içindədir. etc edeyim. Bax, keçən dəfə sizə demişdim. Misal üçün, user'ların passwordlarının saxlanıldığı fayl. O uşaqlar etc papkasının içində saxlanılır. Cat etc shadow. Bax, burada saxlanılır. Tamam mı? Shadow faylında ETC'nin içindəki. Shadow faylı ancaq administrator user tərəfindən oxunula və yazıla bilən bir fayl. İndi mən rootam deyə oxuya bilirəm bunu. Adi user olsanız bunu oxuyanmazsınız. Cat elədim. Bax, görürsünüz, burada 2 dənə user var. Car user'ı, biraz da yuxarı qalxsaq root user'ı, hansı ki, olan qabağında belə əcayib qərayib uzun şeylər yazdım. Bu onların passwordlarının hashlənmiş, yəni bir növ şifrələnmiş, əgər hashin nə olduğunu bilmirsinizsə, şifrələnmiş formasıdır. Siz sual verə bilərsiniz, müəllim, digərlərində niyə yoxdur? Çünki digərlərin passwordu yoxdur. Çünki digərləri sistemə girə bilmir uşaqlar. Bax, bu qabağında nida olanlar var ha. Kilidli olanlar, yəni onlarla siz sistemə girə bilməzsiniz heç cür halda. Tamam? Bunlar əsasən servis user'lar olur. Müəyyən servisləri işə salanda bu user'ların adından işə salınır və s. Amma sən adi bir user kimi giriş ekranından misal üçün Avahi, onun passworduna mesela password 1-2-3 yazıb girə bilməzsən. Çünki bu lock olunmuş user'dır. Tamam? Hal-hazırda 2 dənə user var. Kali və root və onların da passwordları bu şəkildədir. Bunların özlərinin məlumatları isə yenə ETC-də saxlanılır. Cat ETC-nin içində passwd-dir. User'ın ID-ləri, home directory-ləri, hansı shell istifadə elədikləri burada olur. Misal, bizim user, Kali user'ı
Bax, car user'ın bu qabağı, bu username'dir. Ardıcılığı deyirəmsə ki, nələr saxlanır. Bu username yazıram. Username. 2 nöqtə. İkinci yerdə duran, bu isə bunun encrypted password'udur. Password. Deyə bilərsiniz ki, müəllim, hamısında X daxı, hamısında X-dir mi passwordu? Yox. Sadəcə Shadow'da parollar saxlanılmamışdan əvvəl itici pastabildə olubdur. Prosto itici pastabildə userların passwordları oxunula biləndir deyə hamı tərəfindən. Çünki itici pastabilini sistemdə olan hər kəs oxuya bilər. Bu risk yaradırdı ki, başqasının parolları görünə bilər. Ona görə X oradan götürüb, onun yerinə X qoyub, apab Shadow'a yerləşdiriblər. Amma sən hələ də gəlib, X-i silib, burada şifrəli formada bir parol yazsan, Shadow'dakını bypass eləyir. Misal deyirəm, Shadow'da sənin parolun salamdır, itici pastabliyə gətirdin, sağ ol yazdın. Sən sistemə girəndə sağ oldan istifadə edib girsən. O salama baxmır. Çünki birinci kimi itici pastabliyə baxır. Orada parolun yoxsa Shadow'a gedir. Bax. Tamam? Amma hələ ki burada dediyim kimi X yazılır. Üçüncü yerdə duran user'ın ID'si düşalır. Bu. Yazını saxlayın. Linux'da root user'ın ID'si, user ID'si və yanında da grup ID düşalır. Grup ID'si həmişə 0 olur. Liboy user'ın ID'sini 0 eləyin, avtomatik root olur. Tamam mı? Adi bir user yaradın, ID'sini dəyişir 0 eləyin, root olursan. Heç nə eləmədin. Tamam. Birdən 999'a kimi servis user'larına aiddir. Sistem user'larına aiddir. 1000'dən yuxarı isə adi user'lara aiddir. 1000 və 1000'dən yuxarı. Misal üçün, carry user, adi user olduğuna görə 1000 ID'sidir. SSL hash deyilən bir user, sistem user olduğuna görə 120 ID'sinə sahibdir. Yəni, üçüncü olan user ID, dördüncü olan da grup ID olur. Beşinci yerdə durur user'la bağlı məlumatlar. User full name'i zadı misal üçün yazıram burada. Full name. Vs. Ondan sonra gəlir user'ın home directory uşaqlar. Home directory. Ən sonunda gəlir user default shell. Tamam. Misal üçün, Kali user'ında nədir? Z shell. Mən demişdim ki, girib dəyişəndə dəyişmək olur option shell'i. O girib dəyişiləcək yer buradır. Bura girsəz, buradan user 1000 Z shell'i silin, user 1005 yazın, enter'i vurun, Kali'nin shell'i 5 shell olacaq. Steve shell yox. Root'u da girin, buradan dəyişin. Deyin ki, misal üçün, user 1000 Z shell yox, prosto /1000/5. Artıq root user 5 shell istifadə edir. Yəni, buradan girib dəyişə bilərsiniz. Sual verə bilərsiniz. Müəllim, bəs burada no login nədir ki? No login uşaqlar, bu userlar o deməkdir ki, sistemə girə bilməzdir. Olan heç bir şeyli yoxdur. Login oluna biləcək userlar deyil. Tamam, no login o deməkdir. Necə? Onlar bəyərlərindən girib bir dəyişib, onlara shell ataya bilərsən, sonra elə bir user password verə bilərsən, sonra ondan da girə bilərsən. Tamam, istəsən. Bax, bu formada olur. Yeni yaratdığın userlar da həm itici pastabliyə, həm də itici Shadow'a düşür uşaqlar. Sual verə bilərsiniz ki, yeni user necə yaradır? Bilən varmı? 2 dənə komand var. Add user və bir də user add. Ən salamat add user. Add user yazdınız. Nə adında user yaratmaq istəyirsən? Əli adında. Əli. Enter. Avtomatik əri user yaradır. Gedir ona bir dənə grup ID və user ID verir. Kali'dən sonra gələn 1001'dir deyə 1001'i verir. Home directory'sini yarattı. Harada yarattı? Home'un içində Əlidə. İndi sayılı ki, Əliyə password təyin edər. Misal üçün Əli. Enter. Təkrarın yaz Əli. Bunu da gedib harada saxlayır? Shadow'da. Bəli. Enter. Vəssalam. İndiki zəhmət olmasa Əli ilə əlaqəli məlumatlar ver. Mən istəsəm verə bilərəm. Əli, soyad Hüseynov. Enter. Room number zad varsa belə verə bilərsin, verməyə də bilərsin. Keçdin. Bunlar düzdür mü? Düzdür. Enter. Vəssalam. Əli user'ı yarandı. Artıq mən cat etc password eləyəndə Əli user'ını buradan görürəm. Cat etc shadow eləyəndə yenə Əli user'ının parolunu və burada görürəm. Bəli. Rootsansa gəlib password'ini qət eləmirsən, nano eləyirsən. Baxın indi. Düşdüm aşağı. Gəlirəm baxın. İndi root olacam uşaqlar. Gəldim. User ID'ni 0 elədim. Qızlar, nə elədim mən?
Təmizlədim. Ondan əvvəl nə etdin biz? Ne etdin? Ne etdin? Dərsə qulaq asın sən tutamsın uşaqlar. Siz o evdə atarsınız da, siz bunu baxın, onu evdə atma fonlu vaxtınız olacaq. Demək, nə etdim? Bir də deyirəm, bax. Nano ETC Pastav içinə girdim və yeni yaratdığım Əli user'ının ID-sini 0 elədim. Əli user'ın ID-sini 0 elədimsə, Əli oldu kim? Root. İndi gəlin Əli user'ına girməyə çalışaq. Əli user'ına necə dəyişə bilərik? Bunun üçün user'ı dəyişmək üçün istifadə edəcəyiniz komand uşaqlar su'dur. Su yazırsınız. Kimə keçmək istəyirsiniz? Əliyə. Və enteri vurursunuz, avtomatik Əliyə keçəcəksiniz. Çünki ikiniz də rootsuz və səndən parol istəməməlidir. Və salam. İndi Əliyik biz bu dəqiqə. Amma görürsə yenə də rootuq. Niyə? Çünki ID-miz 0. Amma mən CD eləyib Home Directory-yə getsəm, görək hara apardı bizi? Home Əliyə apardı. Tamam? Çünki biz Əli user'ıyıq bu dəqiqə. Bunu ID-dən də bilə bilərsiniz. ID eləyəndə görürsünüz, user ID-im 0, qrup ID-im amma Əli göstərir. Yəni mən Əliyəm, amma rootam. Və rootun eləyə biləcəyi hər bir şeyi bu dəqiqə eləyə bilərəm root səlahiyyətlərinə. Çünki rootam. Tamam, bax, bunu göstərir bu. Qaytarsaz əvvəlki formaya su və su niyə? Nano, ETC, Pastability düşsəz aşağı və gəlib buradan Əlinin ID-sini 1000 eləsəniz, 1000 yoxdadır, 1001. Əli adi user, yəni su, root. Müəllim, Shadow'un password'ın fərqi nədir? Shadow'da passwordlar saxlanılır. Pastability'də adi user məlumatlar saxlanılır. Shadow'da başqa işlə saxlanılır. User ID-lər zaten Pastability. Mən göstərdim axı Emin. Bayaqdan da 1 saat nə izah edirəm? Shadow'da ancaq parollar saxlanılır. Bəli. Bəli. Rootsansa hə. Adi user'unu eləyə bilməz. Əli sorun götürür, şey elə bilər məsələn. Əli rootsa eləyə bilər. Müəllim, başqa necə ki, root olmaq olur? Başqa heç də. Sənə root səlahiyyətini adi user satsa ancaq root verə bilər. Bir də ki privilege escalation eləyib root ola bilərsən. O da ki, ən qədər texnikası var Linux'da. Onları da biz keçdik. Tamam, bir neçə dərs sonra. Privilege escalation Linux'da necə edilir? Biz sizlə edəcəyik. Su komandı nə oldu? User'ı dəyişmək üçün istifadə olunur. User necə yaradırıq? Add user'ını. Bəs necə silirik? Del user'ını aşağıdır. Del user. Mən indi Əli user'ına keçmişəm deyə onu silənməyəcəm. Nəticədə terminal söndürüm, yandırım. Və gəlirəm del user edirəm və yazıram Əli. Enter. Bəs son. Əlini sildi hər yerdən. Əlini gedib ETC Pastability'dən də sildi. Əlini gedib ETC Shadow'dan da sildi. Baxın, cat. Görürsünüz, Əli yoxdur. Cat, ETC Pastability, Əli yoxdur. Məsələn, bu şəkildə də user'ı, yaratdığınız user'ı silə bilərsiniz. Bəli. Qrup ID-sidir o. O da eyni şəkildə 0 olsa root alacaqsın. Tamam. Nə? User ID də səs önəmli olacaq. User ID 0 ise root. Tamam. Qrup ID sadəcə müəyyən bir qrup olur ki, qrupa aidsənsə göstərir, tamam? Hər user yaradığında onun üçün ayrıca qrup yaradır onsuz. Uşaqlar. Nə deyirdim? Hə. Bunlar belə, indi qayıdaq təzəldən slash'a və burada digər papkalardan danışım. Mən misal üçün ETC-dən dediyim dev papkası, device, USB ilə əlaqəli, device-lərlə əlaqəli, ümumi məlumatlar devdə olur. Boot, sistem boot olanda kernel haqqında məlumat, kernelin yüklənmə xəritəsi və s. Bunlar hamısı boot papkasında olur. Lib, library deməkdir. Sistem kitabxanaları, müəyyən komandaların işləməsi üçün və yaxud da işləyəndə istifadə etdiyi kitabxanalar. Linux'da kitabxana fayllarının uzantısı .so olur. Windows'da nə olur bilən var? .dll, ISO. Executable, yəni ranlana bilən kitabxana faylları Windows'da DLL, Linux'da SO olur. Shared Object deməkdir, SO. Və bu uzantı olur. Bunlar libdə, lib32-də, lib64-də olur. Sonra var var qovluğu. Loglar var qovluğunda olur. Bax, ls var eləyək. Varın içindəki logda sistem logları, şəbəkə logları, web logları, hər hansı proqramın, servislərin logları, yəni Linux'da saxlanılan loglar var papkasının içində, log papkasının içində olur uşaqlar.
Backupla əlaqəli fayllar, maillə əlaqəli fayllar, weblə, web servislərlə əlaqəli fayllar, konfigurasiya faylları və s. var papkasında olur. Sys papkası, sistemin konfigurasiya faylları sys papkasının içində olur. OPT, optional deməkdir. Sonradan yüklənilən proqramlar çox vaxt götürüb OPT yükləyirlər. Belə misal üçün, mən çox istifadə eləmirəm. Prog var, proseslər, kernelin versiyasının misal üçün progun içində olur. Şəbəkə ilə əlaqəli fayllar, məsələn net var burada. Bunun içində olur. Proseslər bunun içində olur və s. və s. Bu kimi fayllar burada yerləşir. Prog papkasının içində yerləşir uşaqlar. Tamam mı? Cat, prog, version eləsən, o kernelin uname-a aliyəndə çıxan məlumatı buradan da götürə bilirsiniz. Tamam mı? Kernel versiyası da release'idir. Bu kimi məlumatlar burada da saxlanılır. Sonra başqa nə var? Ha, belə. Digər papkalar haqqında indi bilmirəm hansıları demədim, eləmədim. Bunlar haqqında burada da əlavə məlumatlar vermişəm. Mən yenə sizə xahiş və tələb edirəm ki, zəhmət olmasa bunu belə erəs eləyin. Buranı kopyalayın, atın GPT-yə və deyin ki, ya da Gemini-ya ya da haratırsınızsa, mənə bu papkaların hər birinin nə iş gördüyünü, içində əsas hansı papkaların olduğunu de. Qoyular bir-bir səhədsin ki, bax, bu papkanın içində belə-belə fayllar var, bunlar filan şey üçündür. Məsəl üçün, varın içində log var, burada loglar saxlanır. ETC-nin içində PassWW və Shadow var, burada userlar, parollar saxlanır. Belə səni məlumatlandırsın ki, tam yaxşı yadında qalsın. Bu da belə. Sonra, 2 dənə, 3 dənə əlavə komand deyim uşaqlar. Move və cp komandını deyim sizə. Bax, dəyişmək deyəndə bir yerdən başqa bir yerə köçürmə. Asso. Qovluğu, faylı, hər hansısa bir yerdən, bir qovluğun içindən, misal üçün, rootun içində game.pk var. Mən bunu götürüb desktopa atmaq istəyirəmsə, move komandı edirəm uşaqlar. Move, adını yazıram, əgər görürəmsə. Game.pk / hara atmaq istəyirəm? Rootun içindəki desktopa. Eyni adla atmaq istəyirəmsə, heç nə yazmıram. Adını dəyişib atmaq istəyirəmsə, adını yazıram arxaya. Misal üçün, Əhməd ağa.pk adıyla atmaq istəyirəm. Enter. Olduğu kimi kontenti ilə birlikdə atır ora, prosto adını dəyişir. rs desktopu, baxın burada, əhmədağa.pk yarandı. Necə yarandı? O gəldi bura, prosto adı dəyişdi. Amma olduğunuz yerdə eləsəz, misal üçün, move game.exe əhmədağa.exe nə olacaq sizə? Bəli, rename eləyir uşaqlar. Enter. Görürsünüz, game.exe yoxdur ama əhmədağa.exe var burada. Adını dəyişdi faylın. cp isə kopyalamaq üçündür. Copy. Bir faylı başqa yeri kopyalayır. Burada da qalır, bir dənə versiyası orada da olur. Misal üçün, cp zaur.txt hara? Desktopa. Cat zaur.txt-in içində nəsə var? Yoxdur heç nə. ls desktop eləsək, bir dənə kopyası da burada yarandı zaur.txt-dən. Tamam? Olduğu kimi, kontenti də varsa, içində nəsə varsa, onunla birlikdə götürür, başqa yerə kopyalamaq üçün istifadə olunur cp. Okay? Başqa uşaqlar nə qaldı? İndi bu bəzi dediyim komandlar yoxdur ha şeydə, slaytda yoxdur. Slaytdan baxıb gəlmirsiniz. Yoxsa sizə hər dəfə 2 yazacağım mən. Okay? O slaytdan baxıb gəlmir. Bunları dedim sizə hamısını, Find-dan zaten danışmışdım. Keçdi inşallah son olaraq slaydın sonunda apt update və apt upgrade. İnşallah sistemimizi güncəl saxlamaq istəyirsinizsə apt update yazırsınız. Apt update gedir müəyyən bir source listdən lazım olan əsas faylları tez güncəlləyir sistemi. Tamam mı? 10-15 dəqiqəlik bir şeydir. Əgər çoxdan da güncəllənmirsə 100-150 megabaytlıq bir şey yükləyir və tez hər şey güncəlləyir. Çalışın bunu həftədə bir dəfə, ayda 2-3 dəfə eləyin ki, sisteminiz daim güncəl qalsın. Amma apt upgrade isə bütün sistemi kökündən, qrafikinə kimi hər bir şeyini, onun nə bilim, içində olan kitabxanalar, içində olan komandalar, içində olan nə bilim, qrafik formalı nələrsə varsa onların logoları, hər bir şeydə o sistemi gedir əsas kökdən güncəlləyir. Yəni sən apt upgrade yazıb enter basanda Linux'un tamamilə görünüşü dəyişə bilər. İkonlar dəyişə bilər, logolar dəyişə bilər, background dəyişə bilər, hər şey dəyişə bilər. Tamam? Çünki sistemi upgrade edir. Amma
APT upgrade edib enteri vuranda yarımçıq qalırsa, onda sənin sistemin ümumiyyətlə açılmaya da bilər. Yəni yarımçıq gələr, bitər, qayıdıb açarsan, görərsən ki, qara ekran gəlir, açılmır. Upgrade yarımçıq getsə, belə bir problem olur. Məndə olub bu dəfələrlə. Həlli nədir? Silib tezədən qurmaq. Başqa həlli yoxdur. Tamam. Ona görə upgrade edin, amma upgrade etməmişdən əvvəl snapshot alın hər ehtimal. Tamam. Snapshotu ümumiyyətlə alın bir dəfə ki, yəni bir də yükləyib qurmayasınız. Nəsə bir problem olsa snapshotdan birbaşa qaydasınız. Upgrade internet sürəti və görə və yüklənəcək məlumatın həcminə görə yarım saatda çəkə bilər, 1 saatda çəkə bilər, 15-20 dəqiqədə çəkə bilər. Tamam, baxır nə qədər şey yüklənir. Sual verir. Onu deyirəm, yarımçıq qalırsa füsyo yəni, sənin əmələ sistemin getdi, silib bir də qurmalısan. Bu məsələ var, bu problem olur. Çalışın həmişə update edin. Upgrade demərəm, update edin. Update edəndə error çıxırsa, olmursa, yüklənmə getmirsə, Copilot'ın GPT və yaxud da Gemini həllini verir sizə. 2 dənə komand verəcəkdir. Onu edin. Hamıda qlobal olaraq bir problem var, nəsə key error verir. Update edəndə. Deyir ki, olmadı. Update edin. Onu option screenshot edin komandla birlikdə. Atın GPT-yə, deyin ki, bunu fix elə, avtomatik fix kodunu verir ki, terminal get bunu yaz işləyəcək. Yazın düzəlir. Tamam. APT remove isə, tutaq ki, sən nəyisə yüklədin, APT install edib, tutaq ki, Zaur deyə bir paket yüklədin. Onu silmək istəyirsə, APT remove, Zaur edib enter-i basırsan, Zaurla əlaqəli yüklədiyin bütün paketlərin hamısını silir sistemdən. Tamam. Update eləmişsə nəyisə, qayda silmək istəyirsə, APT remove edin, onu siləcək. Və bu şəkildə bu komandlardan istifadə edə bilərsiniz. Və salam uşaqlar, mən sizə bəzi yeni komandlar dedim burada olmayan. Onlar da ki, su, add user, del user, mv, cp kimi komandlar idi. Başqa komand dediyimdə, hansı ki, bunlar slaytda ümumiyyətlə yoxdur. Bunlar və slaytda olan bütün komandları öyrənirsiniz, qəşəng praktik edirsiniz. Sizə məsləhətim nə olar öyrənmək üçün? Gedirsiniz GPT-yə. Tamam. GPT-yə deyirsiniz ki, bəs müəllim mənə, tutaq ki, bax, bu komandları öyrədib. Bax, tutaq ki, bu komandları, tutaq ki, nə var? cd, ls, mkdir, nə bilim, touch, nano, başqa nə var idi? Məsələn, find, zırt-pırt. Bu komandları öyrədib. İndi sən mənə bu komandaları praktika etmək üçün asandan çətinə tapşırıqlar ver, amma ipucular vermə. Tamam mı? Yazıram. İlişdiyim halda səndən soruşacağım, azca ipucu verərsən. Enter vursunuz. Bu sizə qəşəng tasklar verir. Get peşman şeirə, get peşman şeirə. Misal level 1. Öz home qovluğunda practice adlı qovluq yarat. O qovluğu keç. İçinə not.txt adlı boş fayl yarat. Faylı aç və içinə belə yaz, nə bilim nə. Siz də bunlar bir-birinə link görün, neçəsini eləyə bilirsiniz. Eləyənməyədiniz şeylərdə bundan ipucu alın, sizə kömək eləsin ki, öyrəndiyiniz komandaları, bütün öyrətdiyim komandaları kopyala yapışdır, qoy sana belə qəşəng suallar versin. Ya da gəlin mentorlarla praktik edin. Keyfiniz necə istəyirsə. Bu ən rahatıdır. Əlavə olaraq da uşaqlar, girirsiniz Trayecme-yə. Trayecme-də də account yaratmış olarsınız da. Yaratmamışsınız da yaradarsınız. Burada bunu mütləq şəkildə mentorlarla da köməkli eləyərsiniz. Mentorlar sizə lab işlədib, mən səhv eləmirəmsə. Linux fund yazsaz, Linux fundamental labları var burada. 60-am. Linux fundamental part 1, Linux fundamental part 2, Linux fundamental part 3. Üçündən ən çətini Linux fundamental part 3-dür. İlk ikisinə 0.5 plus, 0.5 plus, üçüncünə 1 plus. Yəni ümumilikdə üçünü işləsəniz 2 plus verirəm. Tamam, işləyərsiniz, gələrsiniz. Əlavə Linux-dan əlaqəli. İstər Trayecme-dən, istər başqa platformalar lab işləsəz, Bandit deyə lab var. O istisna, onu işləməyin. Çünki onu burada işləyəcəyim. Lablar işləsəniz, gəlsəniz, sizə pluslar verəcəm uşaqlar. Tamam. Hərəsinə 1 plus verəcəm. Okay. Qəşəng praktik edin bunları, amma bunları GPT-dən soruşum tapbata, bu desin mən yazım, o desin mən yazım, yox. Eləmirsiniz. Özünüz ağlınızı başda toplayırsınız, oturub özünüz işləməyə çalışırsınız. Maksimum nəsə belə yüngül vari suallar ver ki, sənə lab həllini verməsin. İnternetdə cavablarını yana axtarış eləməyin. Çünki mən sizdən soruşanda sən bilmirsən, sizə müsbət yazmayacağım. Amma işləmisənsə. Tamam. Mütləq üçün də işləyirsiniz. İşləməsəniz mənfi yazacağım.
Hərəsində 1 mənfi yazılır. İşləsəniz 2 plus, işləməsəniz 3 mənfi alırsınız uşaqlar. Dərsə də hazırlıqsızsınızsa 4 mənfi alacaqsınız. Tamam. Xüsusi belə bir sual çıxdısa ona da bir dənə də 5 mənfi ala bilərsiniz. Maksimumda 5 plus gün ərzində, dərs ərzində ala bilirsiniz. Əgər ala bilsəniz. Uşaqlar, bizim növbəti dərsimiz düşür 5-ci günə. Düzdürmü? Ayın 20'si. Ayın 20'si 21'i bayramdır. Ona göre bizim növbəti dərsimiz ayın 20'si 21'i yox. Ayın 24 olacaq. Yəni gələn həftənin 2-ci günü. Bəli. Gələn həftənin 2-ci günə qədər en qədər vaxtınız olduğuna görə gedirsiniz qəşəng tonqalıcı qalıyırsınız. Tonqalıcdan tullanırsınız. Şəkər bura paxlavazı yeyirsiniz. Səmənizi nə bilim suya axıdırsınız. Nə eləyirsiniz? Sonra oturursunuz qəşəng labların hamısını işləyirsiniz. Qəşəng praktika eləyirsiniz. Ayın 24'ü tam hazırlıqlı vəziyyətdə dərsi öyrənmiş və praktika eləyə biləcək səviyyədə gəlirsiniz. Aydındır? Bayramınız mübarək olsun. Çərşənbəniz mübarək. Sizlə görüşməyəcəyik daha 20'sindən sonra. Ona görə Novruz bayramınız da mübarək olsun. Tonqaldan tullananda nə dilək tutmuşsunuzsa hamısı Çin olsun. Hətta Çin olar inşallah. Mənə sualınız var mı? Mənim var. Siz sonra verərsiniz. Sizin burada uşaqlar var mı? Nədir? Ne verin? Ver yaş. Lavdan mı? Ne yaptın? Lavdan. Ha bir değerden sonra verərsin. İşləmişsiniz nədir? Əlavə sualınız var. Təklifiniz var. İradınız var mənə. Qaranlıq qalan bir şey var dərslə əlaqəli. Yoxdur uşaqlar. Tapşırıq aydındır mı hamıya? Ha? Atmışam. 3-cü dərs, 4-cü dərs hansıdır ki? Bundan sonra. Hə, bundan sonraki PDF yoxdur ki. Hə, bundan sonra daha PDF getdi. Bundan sonra ancaq praktika. Aydındır? Belə uşaqlar. Başqa sualınız yoxdursa, Emin sən də yoxdursa əgər sualın, varsa ver. Eyvallah. Sən də çıxa Sağ ol. bilərsən. Görüşərik. Sağ ol. Sağ olun, bayramınız mübarək.